Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Noyabrın 19-u da təbii ki biz yenidən qızıldan danışırıq və bir də nəzərinizə çatdırım ki sizin bizim Qonaqol Telegram kanalında bir neçə köstəbəklər var. Bizim siqnallardan oğruyurlar. Yəni xahiş edirlər ki biz onları pulsuz olaraq bir siqnal verək. Elə vaxt olur ki iki siqnal, dünən iki siqnal paylaşdıq. Həmin siqnalları götürüb başqa bir yerdə paylaşırlar öz adlarından. Yəni biraz ehtiyatlı olun. Və gəlirə çıxan kimi biz sadəcə qabaqcadan deyirik ki, hansı nöqtələrdə bağlayın, sığortalayın. Siz də mümkünsə aldanmayın. Məsələn, dünən bizdə alış əməliyyatları 4020-lərdən alış əməliyyatları var idi və satış əməliyyatları da ki 4008-lərdən var idi. Yəni bunlar çox mühüm bir nöqtələrdir. Bugün də satış əməliyyatlarımız artıq gəlib və biz 4076-ları gözləyirik, 4075-ləri gözləyirik. Hətta ondan da aşağı gələ bilər, yəni hansı nöqtəyə? 4068-ə qədər, 67-yə qədər. Hələ ki biz 4075-ləri gözləyirik. Hal-hazırda demək olar ki gəlirdədir və biz bugün dönüş nöqtəsi kimi biz 4065-ləri götürə bilərik. Yəni satış əməliyyatları bir dönüş nöqtəsi 4055-lərdir. Yəni konkret satış nöqtəsi isə 4050-lərdən gələcək. Alışlar isə səhər saatlarında biz birinci alışlar 4077-lərdən gəldi. Təbii ki 4097-lərə $20 bir qalxış oldu. Yenidən qalxışlar üçün hazırki vəziyyətdən 4098-lərdir. Hal-hazırda bildiyiniz kimi, yəni gəlirdə də, yəni gördüyünüz kimi ekranda da biz keçək Bitcoin-a. Bir də bizim siqnal kanalına mütləq ödənişli siqnal kanalına bir də ki $50 bonus, $150 bonus istəyirsinizsə WhatsApp-a yazın əzizlərim. Instagram-a yox, WhatsApp-a yazın. 070 981 0025-ə. Dünən Bitcoin-də da alışlar da qəşəng gəlirlərlə nəticələndi, satışlar da. Yenidən satışlar 90.100-lərdən də, alışlar isə 92.200-lərdəndir.